ümumən nəsihət olunur ki, bütün tələbələrə, yəni kimlər ki, qruplara qoşulurlar elm öyrənmək məqsədi ilə və yaxud da ki, siz ümumi qruplara daxil olursunuz, bəzən görürsünüz ki, burada səhlənkarlıq olunur. Qrup səssizə alınır və bir daha o qrupa nəzər salınır. Bu yaxşı adət deyil, yəni. Ümumən bu qruplar nəyə görədir? Elm tədrisi üçündür, elm öyrətmək üçündür və yaxud da hansısa hədis və yaxud da ayə bizim üzərimizə düşən, yəni məcbur deyil ki, sən 10 dənə qrupa daxil olasan, yəni heç birinə baxmayasan, sadəcə orada iştirak etsin. Yox, bir dənə qrupa daxil ol və oradakı hədisləri, ayələri gücün çatdığı qədər əzbərlə. Çünki bunlar hamısı, yəni Allah qorusun, qiyamət günü şahid olaraq, əleyhinə şahid olaraq, hüccət olaraq gələ bilər. Göz ardı etdiklərin şeylər. Ona görə məsləhət odur ki, 10 dənə qrupa qoşulub heç birinə baxmamaqdansa, bir dənə qrupa qoşul və oradakı dərsləri izlə. İnşallah ki, bu sənin üçün faydalı olacaq. Və ikinci bir məsələ, əgər xüsusi tələbəsinizsə, müəyyən bir qrupa xüsusi olaraq girmisinizsə, yəni ona da tövsiyə olunur ki, o müəllimin əziyyətini yerə vurmamaq. Müəllim çünki vaxt ayırır, onun da övladları var, məsəl üçün, onun da başqa şeylərə vaxt sərf edə bilər, amma sizin üçün gəlib oturur orada. Ona görə müəllimin haqqını qorumaq mühüm məsələdir. Müəllimin haqqını, şeyxin haqqını və tədris eləyən kimdirsə, onun haqqını qorumaq mühüm məsələdir. Çünki insan müəlliminə qarşı səhlənkar olanda və yaxud da umursamayanda, ədəb qaydalarını pozanda və s. Allah insanı müvəffəq eləmir. Bax, bunu yadınızda saxlayın. İnsan nə qədər müəlliminə qarşı, şeyxinə qarşı, hansı bir məsələdə insanı öyrədirsə, o insana qarşı, öyrədənə qarşı öz ədəb, əxlaq qaydalarını qorumadıqca, məsuliyyətlərini qorumadıqca, hörmətini saxlamadıqca, haqqını vermədikcə, yadınızda saxlayın. Allah Taala insanı müvəffəq eləmir. Allah Taala insanı müvəffəq eləmir. Belə şeylərdən qorxmaq lazımdır, həzər etmək lazımdır, çəkinmək lazımdır. Ona görə də qoşuldusa, mütləq səhlənkarlıq etmək olmaz. Ya qoşulmayın, ya da qoşuldusa, o haqqları ödəmək lazımdır ki, bu cür şərtlər qoyulmasın. Lakin öz adımdan, məsələn, ümumi qruplardırsa, hansısa bir yəni xüsusi tələbədən müəllim tələb eləyə bilər. Məsələn, xüsusi tələbəsənsən, hansısa bir 5 nəfərlik, 3 nəfərlik qrupa daxil olmusunuz və xüsusi sizin üçün vaxt ayırıb dərs keçirsə, bəli, orada məsələn, əgər siz gəlib dərslərdə iştirak etmirsinizsə, yəni çıxarda bilər sizi. Lakin pul cəzası, vallah təala aləm, mən bu məsələyə düzgün baxmıram. Yəni pul cəzası ödəmək və s. Doğrusunu Allah bilir. Ona görə lakin o haqqı var ki, məsələn, tələbə səhlənkar yanaşsa, onu qrupdan çıxarda bilər. Nə qədər ki, o xüsusi dərsdirsə, xüsusi sizin üçün vaxt ayırsa, bəli, bunu eləyə bilər. Çünki onun da çəkdiyi əziyyət var. Bu şeyləri nəzərə almaq lazımdır. Barakallahu fikum.